Salamlar, hələ indi videoya giriş edə bildim. Səhər yeməyimi hazırladım. Məncə hazırlayarkən çəkdiyim görüntüləri artıq izləmisiniz. Yulafdır, adi bildiyimiz. Üstünə banan, şəkərsiz fıstıq əzməsi və darçın. Dünən də bunu yemişdim, dadını çox bəyənmişdim. Darçını çox sevirəm deyə tökürəm. Yəni mən darçını hər şeydə yeyə bilərəm. Yəni o qədər çox sevirəm darçını və faydalı olduğunu düşünürəm. Yulafı sadəcə bugün biraz çox elədim. Gördüm ki, çox dibində qalmışdı. Dedim artıq bitsin. Bugün onsuz da ki marketə getməyə planlaşdırıram. Ən azından süd yumurta almalıyam. Onlarla bərabər yulafı da alaram. Aradan çıxar. Səhər durmuşam deyə səsim də qəribə gəlir. Ona görə indidən üzrlü sayın və tipim də qəribədir. İndi bunu yeyəcəm. Biraz enerjim depolansın. Sonra da yəqin ki hazırlaşıb çıxacağam. Gedirik instituta və bu ay artıq bitir. Eksperimentlərim bitir artıq bu ay, çox şükür. Sonuncu ayımdır. Bugün iyulun 8 ya da 9'u olmalıdır. Hazırlaşdıq, bitirdik. Şimdi bu saç parfümünü sıxıram. Bunu burada almışam Almaniyada. DM arasından çox gözəl qoxur. Belə. Yəni mən bunu vuranda başqa parfüm vurmuram. Yəni saçımdan gələn qoxu bəs edir. Belə çıxaq gecikmədən. Deməli, səhər-səhər nəyə səbirləşdim? İndi yola çıxmışam, mən velosipedi sürürəm. Yəni, hər yerin yol qaydası bilməyən olur. İndi özüm də super deyirəm bu barədə. Yəni, ilk dəfədir ki, maşın yolunda, yəni velosiped sürən adamam. Sadəcə olaraq, yenə də o piyada keçidlərində, velosipedlərin keçəcəyi yerlərdə maşınlara saxlamaması məni bezdirir. Yəni, mən yenə də məcbur edib yol mənimdir deyə getmirəm sürətlə. Özüm maşının gələnə yaxın yenə də yavaşlayıram. Amma maşın gəlir, saxlama, mən bilirəm ki, saxlamayacaq da keçib gedəcək, ona görə özümlə yavaşlayıram. Sonra maşın birdən tormoz verir, saxlayır ki, keç. İndi mən o velosiped təzədən hərəkətə keçir, elə vaxt gedir axı. Ay Allah, neysə. Yəni, hər gün dururam ki, pozitiv olacağım bugün, amma bir şeylər olur, amma yenə də pozitiv qalmağa davam eləməyə çalışacağım, çünki icazə verməyəcəm əlavə faktorların mənim keyfimi pozmasına. Çatdım sonunda. Velosipedlə gələndə Ünisa çatana yaxın dovşan gördüm. Burada yəni bir çox heyvanlar görmüşəm bu arada. Dələ, dovşan, hər şey. Görək bugünümüz keçəcək, amma hava biraz istidir, amma yenə də 40 dərəcə deyil ən əsası, çox şükür ki. Eksperimentin bir şam ışığında oturup yemek yiyirəm. Neyse, bu yeni yetişmiş böcəklərim var. Bunları tökəcəm və onları bir-bir hərəsini bir-bir bu şişələrə toplamalıyam. Neyse. Ama yani son işlərdir artıq eksperimentimdə yavaş-yavaş da tezini yazmağa başlamışam. Statistik hesablamalar da aparıram. Biraz çətindir. Amma həll eləməyə çalışıram bir şəkildə. Görək necə olur. Yəni, hamı eləyibsə mən də eləyərəm. Hal-hazırda institutdan çıxıram. İnstitutda heç çəkə bilmədim. Məsələn, başıma dəydi. Nə bilim, olmadı. Çünki həm işim çox çəkmədi. Bir dənə işim var idi. Amma hardasa bir 3-4 saat olar oradayım. Biraz gün var. Neysə. Eynək tıxacam, düzələcək. Eynək deyirəm, amma normalda açıq deyirəm. Niyə eynək deyib özümü orala qoyuram, o da bilmədim. Hava yaxşıdır. Belə tam yay havası. Gedim marketə. Yadımdan çıxıb lançımı da gətirməmişəm. Dünən əziyyət çəkib lanç hazırlamışam. Düyünmüyü. Yadımdan çıxıb onu gətirməmişəm. Az qaldım. Gedim özümə. Bizdə yemək var, amma süd, yumurta, yulaf falan bitib. Bir də bəlkə meyvə tərəvəz bir şeylər alaram.
çalışıram ki abur-cubur almayım. Ümid edirəm ki almaram. Əgər alsam da yəni indidən sorry özümə deyirəm. Balkon içində səsim echo verirdi. Danışa bilmirəm. Nasıl belə? Sonra çıxıb gedir. Mən Avropaya köçəndən yəni yaşadığım heç bir turist görmədim ben. Neyse. Gerçekten yoruldum. Yəqin ki özümlə alan çaparmamışdım. Aşağı. Özümlə alan çaparmadım. Yəqin ki mən ona göre enerjim söndü. Ama olsun. Aldıqlarımı yerləşdirəm. Sonra da qəşəng bir yemək yiyərəm. Buradaki ventilatora boş verin. Onu yani benim hayat kurtarıcım oldu o bir neçə o istilik dalğası günlərində həqiqətən. Neyse. Netflix izləyə yemeğimi isitdim. Çok saçma bir yemeği hazırlamışım ama en azından sağlam bir yemekti. Belə dostlar, mən həmişə evə gələndə arada o bir dəqiqə mən telefonu qoya bilsəm ümid edirəm ki, hə. Arada o 3-4 saatlıq vaxt var ya, o itir. Və o 3-4 saatda görürsünüz ki, mənim üzüm şişib. Bu o deməkdir ki, Nuray yatıb. Əslində mən yatmağı sevən bir insan deyiləm bu arada. Çox vaxt yatmaq vaxt itkisi kimi gəldiyi üçün sevmirəm. Dincəlmək üçün yaxşı bir şeydir, amma çoxlu işləri olan bir insan üçün yox. Neyse yani eve geldim. Yani bence görüntüler vardı. Biraz Netflix izledim, yemek yedim. Sonra dedim biraz uzanayım çünkü özümü bugün halsız hissediyordum. Ben de yattım. Neyse durdum. Özümə indi soyuq qəhvə hazırlamışam. Əslində hal-hazırda axşam 7-8 olmalıdır bu dəqiqə. Saat tam baxmamışam. Bilmirəm nə yeyəcəm. Əslində düşündüyüm kimi kitab oxuyum. Keçən dəfəki vlogda da kitab oxuyurdum. İndi Frankenstein almışam. Bir də Jane Eyre kitabını almışam. İndi Frankenstein'la başladım. Amma əslində mən bu kitabı alanda bir şeyi nəzərə almamışam. Ki bu kitab orijinalda ingilis dilindədir və mən ingilis dilim hər nə qədər yaxşı olsa da qədim ingilis dilini təbii ki başa düşmək çətin olacaq. O necə ki qədim Azərbaycan dilini başa düşmək çətin olur, onun kimi bir şeydir. Bilmirəm artıq. Amma ümid ki oxuya bilərəm. Hal-hazırda bura kimi gəlmişəm. Əslində bu əsəri bilirəm. Bu əsərin süjet xətti necədir, sonu, axırı, personajlar kimlərdir bilirəm. Çünki mən bunun türk versiyonundakı olan serialını da izləmişəm. Təzə çıxmış Jacobs Elordi'nin başrolda getdiyi filmi də izləmişəm Netflixdə. Hətta bunun mən ingilis dilini təzə öyrənən vaxtları səviyyə kitabları oxuyurdum. B1 səviyyəsində Frankenstein kitabı almışdım. Nazikliyi də bu qədər idi. Yəni də oxumuşdum, amma ilk dəfə orijinal əsəri oxuyacağam. Amma ona rəğmən bilirəm yəni nələr baş verir. Sadəcə bu əsəri mən o qədər sevirəm ki və xüsusilə son dəfə Jacobs Elordi'nin getdiyi filmdən sonra çox yəni əsərə həqiqətən vuruldum. Orada verilən mesajlar və s. gözəl idi. Yaradılışdan bağlı və s. Belə yəni qəhvəmi içərək biraz ya kitab oxuyacağam,
Bilmirəm nə edəcəm. Əslində işlərim də var, biraz kompüterdə etməli olduğum tezis yazıram deyə. Yəni bunu bütün dünya bilir artıq ki, Nuray tezis yazır. 20 iyulda bu arada mənim prezentasiyam var. İnstitutda prezentasiya təqdim etməliyəm. Və prezentasiyada mən araşdırmamda nələr etdim, hansı nəticələr gördüm, necə getdi proses, onları danışacağam və gələn həftə gedirəm sahəyə, yəni bağa, alma bağına. Alma bağında eksperiment aparacağam. Sadəcə bir həftə çəkəcək. Mənim işim də budur da, təbiət. Mən öz işimi həqiqətən sevirəm, nə yalan deyim. Çətin tərəfləri çoxdur. Hər işin çətin tərəfi var, amma işimin təbiətlə bağlı olmasını da sevirəm. Çünki daim mövcud olacaq bir sənətdir deyə düşünürəm. Yəni sənət elə danışıram ki. Şeylər oxudum elədim, yəni kompüter iş gördüm. Kitab oxumamışam, kitab yəqin ki yatmamışdan qabaq oxuyaram bu arada. Sadəcə düşündüm ki, düzdür, belə şeylər kanalda çox paylaşmam, amma biraz dırnaqlarıma baxım eləməliyəm. Çünki mənim dırnaqlarım hədsizlər üzrə çox qırılır. Bilmirəm niyə. Ətlərini kəsərəm, biraz düzəldərəm və biraz da dırnaq boyası. Məncə daha səliqəli hala gətirə bilərəm. Ventilatörü yandırmışam, çünki otaq niyəsə çox isinib. Gündüz çox isti olmur, amma yenə də yay temperaturu olduğu üçün divarlar isinir və axşam artıq otaq isti olmağa başlayır. Kondisionerli həyatı çox darıxmışam, yəni. Azərbaycanda yaşadığım hər yer kondisioner olduğu üçün yəni baxın dırnağımın burasından belə, bilmirəm burada görünəcək, belə buralarından qırılır yer tez-tez. Yəni özdə sırf yəni bu iki dənə baş barmağım. Yəni some girls problem məncə. Avqust ayında boş olacağam. Avqust ayında həm bu tezisin yazı mərhələsini bitirməliyəm, həm də eyni zamanda bitki səyahətim olacaq. İnşallah ki o səyahətə gedərəm. Dırnaqlarımı biraz nail polish çəkdim. Ən azından daha səliqəli görünür bu arada. Tenisin 08 nömrəsidir. Səhv etmirəmsə. Niyə səhv edim ki? Yəni yazılıb burada. Hal-hazırda axşam qaralıb yəni hava. Amma mən yuxum gəlmir çünki yatmışam. Keçən, yəni dünə də çox yatmışdım. Tez yatmışdım. Yəni ona görə yuxumu almışam deyə düşünürəm. Hardasa saat 12-də yatsam yetərlidir. Səhər saat 7-8-də durmağım üçün yetərlidir. Deməli indi özümə şey hazırlamışam. Axşam snack olaraq yoğurt, proteinli olan bir yoğurt. İçində yoğurtdur. Dondurulmuş meyvələr tökdüm. Çox soyuq olduğu üçün dişim biraz göynədi. Yəni biraz gözlədim, yedim. Heç sevmədim də dadını. Yəni çox turşməzə idi, dadsız idi. Dedim yəqin ki bu sağlam həyat mənim üçün deyil. Çünki mən son zamanlarda biraz başlamışam balanslı qidalanmağa və yoxlayıb yanlış edə məncə artıq, yəni yavaş-yavaş dadmaq ləzzətimi tapacağam deyə düşünürəm, amma yoxlamalıyam ki, bu sağlıqlı, yəni tam belə dəli kimi sağlıqlı yox, amma ən azından sağlıqlı, balanslı qidalanmada nələr mənim zövqümə uyğundur, onu yoxlayıb tapmalıyam, başqa çarəm yoxdur. Dadı olsun deyə heç olmasa bugün aldığım bu granolalarını tökdüm. Granola deməli şəkərsizdir, amma içərisində banan var, bir də şokolad parçaları var. Amma ümumən özü şəkərsizdir. Yəni üstündə oxuduğuma görə. Və biodur. Ən önəmlisi bio olanlara biraz güvənim daha çoxdur burada Almaniyada. Çünki daha belə sağlıqlı olduğunu, balanslı olduğunu düşünürəm. Nəysə dostlar, indi Netflix-i açdım. Elə bir vlogda mən ancaq yeyib içib yatıram bu arada. Yəni hər günüm belə keçmir. Arada mən əslində işlərimi gördüm, elədim. Onları çox paylaşmamışam böyük ehtimal. Amma bu vlogun əsas məqsədi nədir? Realistik bir günümü paylaşmaqdır. Bu orada çox qorxulu görünə bilərəm, çünki işıq çənəmin altından vurur. Amma anyway, vecbə deyil. İndi bunu yeyəcəm granolamı. Bir də sizlə bərabər yoxlayın, görün bunun dadı həqiqətən düzəldi, yoxsa yox. Düzəlmədisə heç nə, bütün şey zibilə gedəcək. Pisdir. Birsiz necə? Mən çox qatıq yanından deyiləm. Onsuz da ki, bu normal qatıq da deyil. Amma belə bir məsələ var. Mən çox meyvə sevmirəm. Mən biraz tərəvəz insanıyam. Sanki ona görə çox da mənlik deyil. Amma ən azından granola hissəsini yeyərəm. Dondurmuş meyvə hissəsini çox sevmədim. Dondurmuş meyvələri mən nə yeyəcəm bilmirəm. Yəqin ki, onlardan smoothie üçün falan istifadə edərəm. Ən azından, yəni südlə, blenderla bir şeylər düzəldib özümə kokteyl falan hazırlaya bilərəm ki, ziyan olmasın. Çünki mən israfı sevmirəm həqiqətən. Nəyəsə məcbur qalıb atanda belə özüm çox pis eləyirəm. Məncə hər kəs bu mindsetdə olsa yaxşı olar ki, çox israf olmasın. Bu spotuna son deyərək.
bir şeylər izləyir. Bu arada Netflixdə mən nələr izləyirəm əsasən? Hal-hazırda son vaxtlarda çox cringe də səslənsə, The Vampire Diaries-ə baxıram. Ona mən axırı ilk dəfə nə vaxt başlamışdım? Bakalavr təhsilimi alırdım. 2-ci və 3-cü kursdaydım, onda başlamışdım. 4-cü sezondayam deyəsən. İndi son zamanlarda trend olmuş bir serial var. Puçara qoydum. Son zamanlarda məşhur olmuş bir serial var. Adı I Will Find You-dur. Yəni qısaca səni tapacağam adlı bir şeydir. Burada senari odur ki, spoiler vermədən deyim, 8 bölümdə, hələ 4-cü bölümdə, yəni 4-cü bölümdə başlayacağam. Orada əsas məsələ odur ki, hər kəs elə bilir ki, başroldakı adam öz oğlunu öldürüb. Amma adam deyir ki, mən öldürməmişəm. 1-ci bölümdə məlum olur ki, əslində uşaq yaşaya bilər. Elə bir ehtimal var. Bəs yaşayırsa, uşağı kim aparıb, kim qaçırdıb, ölən uşaq kim idi və s. Nəysə, belə bir şeydir. Başa düşdüyüm qədərilə hələ ki. Thank you so much for coming out. Please enjoy the evening. How much time do we have? You go everywhere. Yatmadan öncə minik bir duş aldım. İndi də üzümü kremləyəcəm. Mən dərim həssas və quru olduğu üçün hər axşam ya üz üçün belə mist istifadə edirəm, nəmləndirici, ya da ki toner istifadə edirəm, nəmləndirici şəkildə o da. Bunları tətbiq edəcəm. Mən əvvəllər düşünürdüm ki, nə qədər üz baxım məsul olarsa, insanın üzü bir o qədər qəşəng olur. Əslində elə deyil. Ən azından bilirəm ki, üzün təmiz və nəm saxladığın müddətcə üzündə bir problem çıxmaz. Amma yatmadan qabaq isə çox möhkəm bir tövsiyəm var. Əsla və əsla yatmamışdan, daha doğrusu əgər gün ərzində çox yatan bir insan deyilsinizsə, sadəcə 8-9 saat yuxu maksimum dərəcədə kifayət edirsə, günorta və ya axşamüstü yatmayın. Çünki mənim kimi gecə bu şəkildə yuxusuz, yəni yuxun gəlmədiyi an ola bilər. Və çəkmədiyi birisi var idi ki, yatmamışdan qabaq planlarımı nəzərdən keçirdim ki, sabah nələr etməliyəm. Əsasən bu mənim günümün ən böyük hissəsidir ki, mən tez-tez planları yoxlayıram. Sabahsı günü, yəni sabahsı gün nə baş verəcəyini yoxlayıram və yaxud da ki, səhər yuxudan duranda da bu gün həmin günün plana baxıram. Əvvəllər bu xüsusiyyət yox idi məndə, amma yeni-yeni inkişaf etdirmişəm və hər kəsə tövsiyə edirəm ki, tez-tez planlarınızı yoxlayın. Çünki mən planları bir dəfə qurub, sonra onların hamısını edən bir insan deyiləm. Ona görə tez-tez yoxlayıram ki, görüm hal-hazırda hansı plan var və yaxud da ki, hansı cür dəyişiklik edə bilərəm. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Sadəcə realistik bir günümün vloqunu paylaşmaq istədim sizlərlə. Yəni belə ekstra əyləncəli keçən günlərim yoxdur, maraqlı gəlməyə bilər görüntülərdə, amma ən azından realistik olsun istədim. Təşəkkürlər, sağ olun.